به خلایق تو امیری علی مولا، شمع ایوان قدیری علی مولا، یا حیدر علی مولا، یا حیدر علی مولا. Allahu Ekber. Şam namazına fida peş namazına Ne qədri də ki var, razıyam versin Xuda. Mən yenə şükür eylərəm, günbəgün açsın bəla. Evladım, mülküm, malım Allaha olsun fəda. Dinmərəm, 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 mən dinmərəm. Mən Əlidən dönmərəm. Bismillahirrahmanirrahim. Aqimis salata lidulukiş şemsi ila wasaqil layli wa qur'anal fajr. Inna qur'anal fajri kana mashhuda. ومن الليل فتهجد به نافلة لك عسى أن يبعثك ربك مقاما محمودا. أقم الصلاة لدلوك الشمس إلى غسق الليل وقرآن الفجر. إن قرآن الفجر كان مشهودا. ومن الليل فتهجد به نافلة لك عسى أن يبعثك ربك مقاما محمودا. وقل رب ادخلني مدخل صدق وأخرجني مخرج صدق. واجعل لي من لدنك
إنما نطعمكم لوجه الله إنما نطعمكم لوجه الله لا نريد منكم جزاء ولا شكورا صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار صلوات Əziz və dəyərli Mövluda təşrif buyuran qardaşlarımız, bacılarımız, bir daha hər birinizi bu gözəl və səadətli Mövlud münasibəti ilə təbrik edirik. Allahdan hər birinizə bu dünyada Həzrəti Əli əleyhissalamın ziyarətini, ahirətdə şəfaətini inşallah arzu edirik. Allah Teala bu məclisləri, gözəl məclisləri keçirməyi inşallah hər birinizə Nəcəf-ül Əşrəfdə inşallah qismət eləsin. Allah Həzrət Əli əleyhissalamın pak, müqəddəs mərqədini görməyi bütün arzusunda olanlara inşallah nəsib eləsin. Mübarək Qur'an ayələrindən sonra inşallah mən çox dəyərli ruhanimiz, ilahiyyatçımız və bu məscidin axundu Seyyid Mir Mehdi ağanı inşallah gözəl moizə eləməkdən ötürü inşallah bura dəvət eləyəcəm. Allah Seyyidin ömrünə, ilminə bərəkət versin. Allah onu eldən, obadan, cəmaatdan əksik eləməsin inşallah. Gözəl və hikmətli moizəsi ilə hər zamanki qəlblərimizdə təsir buraxıb inşallah yenə də bəhrəmənd olarıq. Seyyidin özünün ailəsinin salamətliyinə, əmvatın ərvahına salavat zikr eləyək. Bismillahirrahmanirrahim. Ma kana Muhammedun aba ahadin min ricalikum walakin Resulallah ve khatamen nebiyyin ve kana Allahu bi kulli şeyin alima. İnna Allah ve melaiketehu yusalluna alen nebi. Ya وسلموا تسليما صلوات ورحمة الله وبركاته. وعليكم السلام ورحمة الله. اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين لبى القاسم المصطفى محمد اللهم صل على محمد وآل محمد وعلى آله الطيبين الطاهرين وعلى دائم على أعدائهم أجمعين إلى قيام يوم الدين. أما بعد. السلام عليكم يا أمير المؤمنين. السلام عليك يا ابن يا علي ibn Abi Talib aleyhissalatu vesselam. Salam olsun sana, müminlerin ağası, mütteqilerin emiri. İnşallah yeni de heyetimizi zamanın
imamı ilə təzəliyib baxım inşallah hər zaman olduğu kimi İmam Zamanın duasını baxım oxuyaq inşallah. Bismillahirrahmanirrahim. Allahumma kulli aleyke hüccetil hasan salavatuka aleyhi ve ala Mehdi'den gelsin ses inşallah. fi hazihi sa'a ve fi kulli sa'a ve riyan ve hafizan ve rahidan ve nasiran ve da'ilan ve aylan hatta tusmi'ahu arzaka tawwan ve tumaddi'ahu fiha kabira birrahmetika ya erhamer rahimin. Allah İmam Zamanlarımızın zuhuru inşallah təcil eləsin. Ləyaqətimiz olmasa da İmam Zamanın huzurunda İmam Zamana göz aydınlığı deyirik və siz əzizlər, möhtərəm cəmaat, mömin və möminələr, məxsusən də balaca məsum balaların huzurunda təbrik ərz edirik. Bayram gecəniz, mövlud gecəniz mübarək olsun inşallah. Cümlen Allah bizləri dünya və axirət Əli və Əvlad Əlidən ayrı salmasın. Mən Əcrasım qardaşımızdan təşəkkür edirəm, var olasın. O Quran, həm Quran qari idi, həm tələbə olub Suriyədə, ruhani dərs alın, tədris alın. İndi maşallah gözəl səsi var, işitəcəksiniz. Əhl-i Beyti məd eləyəcək. 2 dənə ondan əlavə qardaşlarımız var. Kərbəlayı Vüsal qardaşımız, Kərbəlayı Cavidan qardaşımız. Öz gözəl səsləri ilə inşallah meclisi daha da zinətləndirəcəklər. Çünki məhd eləmək ancaq Allah, Allahın Rəsulü və Allahın aslanı olan Əmir əl-Mumininə və onun övladlarına məhd olar. Başqalarına məhd eləsən, nə deyərlər? Deyərlər bu yaltaqlıq edir. Allah bizə dünya və axirət Muhammed və Ali Muhammeddən ayrı salmasın. Bir daha özlərin təşəkkürümü bildirəm. Çox sağ olsunlar ki, meclisdə gözəl səsli, Quran avazlı, Quran tilavət olundu. Allah bu qardaşımızı da dünya və axirət Qurandan özünü, balalarını ayrı salmasın. Bir daha təbrik edirəm bu Mövlud gecəsinin Əmir əl-Mumin Əli ibn Əbi Talib əleyhissalatu vesselam dünyaya gələn gündür. Harda dünyaya gəlir? Kəbədə dünyaya gəlir. Mən bəyəm cümə namazında bəziləri soruşurlar ki, cümə namazı olur. Deyəm, ay kişilər, ay acılar, ay gözəl insanlar. Bəli, bizim cümə namazlarımızda olur. Mən bugün bəziləriniz yox idi cümə namazı. Daha doğrusu əksəriyyəniz yox idi cümə namazınızda. Həzrəti Əmir əl-Muminin barəsində, yəni Kəbədə dünyaya gəlməsində Əhl-i Təsənnün, yəni sünni qardaşlarımızın da rivayətdə var, məxsusən böyük alimlərdən onlar Nişapuri. Və o alimlər hamısı qeyd edirlər ki, Həzrəti Əmir əl-Muminin Əli ibn Əbi Talib əleyhissalatu vesselam Kəbədə dünyaya gəlir. Sual elindi, ya Əli, sən yüksəksən, ya İsa Peyğəmbər? Dedi, mən yüksək. Bunu ancaq Əli deyə bilər, başqasına icazə verməz Allah sözü desin. Əgər bizə təkəbbür var. Əmir əl-Muminə buyurdu ki, mənəm. Deyir, o vaxtdır ki, Məryəm Həzrəti İsanı dünyaya getirmək istədi. Beytül Müqəddəsdən Allah dedi ki, çıx eşiyə. Məryəm, bura uşağa getirən yeri deyil. Amma mənim anam Allah əmr elədi ki, Fatimə bint Əsəd ilham olundu ki, daxil ol Kəbə evinə. Özü hardan? O böyüklər ki, Məkkənin, Kəbə evinin böyükləri orada oturmuşlar. Kəbə evinə əcilər görüblər də, o
divar yarıldı və xanım Fatimə bint Əsəd daxil oldu Kəbə evinə. Və Kəbə evində 3 gün qaldı. 3 gün qalan zamanda Peyğəmbərlə Həzrət Əmir Əl-Mominin 30 il fərqləri var. Peyğəmbərin 30 yaşı olanda Həzrət dünyaya gəldi. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm elə Peyğəmbərlik verilməmişdi. Həzrət anası çıxanda Kəbə evində, onu da deyim sizə, Kəbədə olan, ətrafında olan o insanlar ki var, görürlər, Bint Əsəd daxil olur Kəbə evinə, açmaq istədilər. Yəni, qıfıllar var idi, aça bilmirdilər. 3 gün aça bilmirdilər. Xanım haradan daxil olmuşdu, oradan da eşiyə çıxdı. Çıxanda dedi ki, Fatimə, nə müşkül var, dedi, hər şey çox gözəl, amma bir dənə nigarançılığım var. Peyğəmbər adı ilə dedi. Dedi, nigarançılıq nədir? Dedi, bu uşaq 3 gündür gözünü açmır. Dedi, ver uşağı mənə. Uşağı verəndə, yəni Əmir Əl-Mominini verəndə qucağına, uşaq dil açdı, danışdı, gözünü açdı Rəsulullah. Hələ Peyğəmbərə Peyğəmbərlik verilmir, bax. Bu Əhl-i Beytin sirlərindən biridir, əməl-məsələ. Onu eşitmişsiniz. Amma insan eşitdikcə biraz da istəyir, eşitsin. Qulaqları gözəl kəlamlarla qidalansın qulaqları. Peyğəmbər sallallahu aleyhi və səlləmə gözünü açanda ki, Peyğəmbəri gördü, dedi, ya Rasulallah, Peyğəmbər verildi var. Dedi, ya Rasulallah, Tövratı oxuyum. Dedi, yox, ya Əli. Dedi, bəs İncili oxuyum, dedi, yox, bəs Qur'anı necə? Dedi, Qur'anı tilavət elə. Qad əfləhəl mu'minun surəsini Həzrət Əmir əleyhissalatü vəssalam tilavət elədi. Bu imamətin möcüzələrindən biridir ki, uşaqlıqda dil açalım. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ki, əmisi oğlu Əli əleyhissalam gözünü açmamışdı, yalnız Peyğəmbərə o Allahın lütfü idi ki, yalnız və yalnız birinci baxış kim olmalı idi? Həzrəti Rasulullah sallallahu aleyhi və səlləmə. Əmir Əl-Momininin fəzilətlərindən istəyirəm deyəm. O cümədə bir ikisini demişəm, təkrar edəcəm, bir ikisini yeni deyəcəm. Çünki öyle cəmaat var ki, burada olmayıb da. Həzrəti Peyğəmbərdən nəql olur, İbn Abbas nəqlidir. Buyurur ki, Peyğəmbər buyurdu, hər kəs Həzrəti Əlinin barəsində hər kəs Əmir Əl-Mominin, Əmir Əleyhissalatu vəssalamın barəsində şəkk eləyər. Dünyadan köçər. Allahın əmri ilə onu qəbirdən qaldırarlar. Hansı halda? O halda ki, boynunda oddan, alovdan həlqələr olar. Və bu həlqələri 300 dənə həlqəsi olar. 300 dənə. Və hər həlqəsində şeytan oturar. Və şeytan niyər həmin adamın üzünə ağzının suyunu atar. Fəzilət-i Əmir Əl-Momini danışsa insan. Diqqət edinizlər. O fəzilət ki, Əmir Əl-Mominin barəsində buyurur, Peyğəmbər buyurur, Əmir Əl-Momininin fəzilətlərini yalnız və yalnız Allah bilir. Ömər ibn Xəttabdan bir rivayət alına düşdü. Çox maraqlıdır. Dostlar məhəbbətlə Əlini yada salır. Amma düşmənlər heyrətlə Həzrət Əlinin adını çəkirlər. Ömər ibn Xəttab bir ikinci xəlifə. Görəsən, Əli Mir Əl-Mominin xəlifənizin barəsində bir söz belə deyilmi? Ola da bilməz, mümkündür. Və yaxud kimsə onların haqqında belə söz deyib deyilə bilməz. Mümkün yoxdur. Bu ancaq Əmir Əl-Momininə, Əli ibn Əbi Talib əleyhissalatü vəssalama aid fəzilətlərdir. Ömər ibn Xəttab deyir, əgər ağaclar qələm,
dəryalar mürəkkəb ola, onun Əlinin fəzilətlərini yazıb qurtara bilməzlər. Bu, Əmir Əl-Mominin barəsində illər, əsrlər sonra və yaxud o zamanda haqqını tapdırıyan bir insan deyirdi. İndi Əmir Əl-Mominin bizə nə öyrədir? Mənim əzizlərim. Əmir Əl-Mominin bizi düz yola öyrədir. Düz olmaq. Çətindir düz olmaq. Dost başa düşməz, ata başa düşməz, ana başa düşməz, yaxını başa düşməz, anlamaz, amma düzdür. Əmmara deyir Həzrəti Rasulullah sallallahu aleyhi və səlləm. Deyir, amma əgər cəmiyyət, insanlar bir tərəfdə olar, amma Əli əleyhissalam bir tərəfdə, Əli bir tərəfdə, sən Əliyə tərəf get, düz o yoldur. Deməli, çoxluq hələ hər şey demək deyil. Hələ çoxluq hər şey demək deyil. O deyirlər, el gözü tərəzidir, el gözü tərəzi olsaydı, bugün Əmir Əl-Momininin özü və balaları harada olardı? Allahın onlara buyurduğu, əmr elədiyi, Peyğəmbərə vəsiyyət elədiyi, Peyğəmbərdən buyurduğu yerlərdə olardı. Əgər el gözü tərəzi olsaydı, deməli, yox. Burada tərəzi hansı kim oynayır? Ancaq Əmir Əl-Mominin. Hər kəs Əmir Əl-Mominin, Əli ibn Əbi Talib əleyhissalatü vəssalamın yolunu getmək istədə çətindir, çox çətindir. Döyüləcək də, söyləyəcək də, təhqiramız sözlər də eşidiləcək. Amma bu Əlinin yoludur. Mövla Əli ibn Əbi Talib əleyhissalatü vəssalamın yoludur ki, insanlar bu o zamanda da anlamayıblar, bu zamanda da çox təəssüflü olsun ki, Əli övladını gözləyənlərin də sayı çox azdır. Bəziləri də ümumiyyətlə belə desək, ümidsiz olurlar. Görürsən, İmam Zaman 1200 ilə yaxındır. Zuhr eləmir. Görürsən, İmam Zaman var, yoxdur, şəkki, şübhə salırlar cəmatın qəlblərindən. Məzlum Əmir Əl-Mominin Əli ibn Əbi Talib əleyhissalatü vəssalamdan söz. Mən istəmirəm sizi qəm içinə salamayım, amma qəm içinə salmaq deyil, sadəcə olaraq onların məzlumiyyətini istəyirəm. Bir az da olsa, gücümüz çatan qədər siz əzizlərə deyək. Həzrəti Muhammed Peyğəmbərə layiq, ucalayıq, Muhammədi salavat. Peyğəmbər buyurur sallallahu aleyhi və səlləm, ey Əli, sən məndən sonra tənha məzlumsan. Vay o adamın halına ki, sənin əleyhinə gedər və sənlə müharibə edər. Xoş o adamın halına ki, sənin yanında olar və səninlə kömək olar, müharibədə yardımcı olar. Ey Əli, sən məndən sonra mənim dilimlə danışansan. Xoş o adamın halına ki, sənin sözlərini qəbul eləyər və çətinliklərində dözər. Ey Əli, sən məndən sonra ümmətin ağasısan, rəhbərisən. Onların imamı və mənim onların arasında xəlifəmsən. Əgər hər kəs səndən uzaq olsa, qiyamət günü hər kəs səndən uzaq düşsə, qiyamət günündə böyük əzab var. Hər kəs sənə
sənə yaxın olsa, qiyamətdə səninlə harada olacaq? Behişdə olacaq. Bu, Peyğəmbər sallallahu aleyhi və səlləmin ifadələridir ki, Həzrəti Əmir əl-Müminin Əli ibn Əbi Talib əleyhissalatu vəssalamın barəsində dediyi kəlamlar, fəzilətlər çoxdur, həddindən artıq çoxdur. Mən bir kitabda 110 dana Əmir əl-Müminin Əli ibn Əbi Talib əleyhissalatu vəssalamın fəzilətləri var idi. Bu fəzilətləri vaxtımız yoxdur. İstəmirəm bizim məddah qardaşlarımızın vaxtını alam, sizin də əzizlərinizi o bayram havadan ayıram. Amma bu məclislərin təşkili, bu məclislərdə Həzrəti İmam Zaman əleyhissalatu vəssalamın əsgərləri yetişməlidir. Bu məclisdə o insanlar var ki, o insanların, yəni şəhid olanların atası Hacı Bağı kişi də məclisdədir, şəhid atasıdır. İnşallah onu da söz verəcək, danışacaq. Onlar vətən, ümmət yolunda şəhid olanlar, onlar Hüseynin məktəbini keçənlər, Əlinin məktəbini keçənlər. Bu məktəb Əmir əl-Müminin aşiqlərinin vasitəsilə yaşayır. Və hər kəs bu məktəbi yaşatsa, xoş o adamın halını əzlər. Biz Əmir əl-Müminin Əli ibn Əbi Talib əleyhissalatu vəssalamın tərəfdarları, şiyələri və bəzilərinə söyləmişəm ki, şiyə sözündən qorxmur, şiyə yəni tərəfdar, şiyə yəni Əlini sevər, şiyə yəni muhibbin əhli beyt, şiyə yəni Əlini öz canından artıq istəyən bir insan. Çünki Əli Mir əl-Müminin bizi öz canından artıq istəyir. Siz bilirsiniz ki, imamlar var idi ki, öz canlarını fəda verirlər ki, şiə, ümmət sağ qalsın. Bir neçə imam var idi ki, fədakarlıq göstərdi ki, həmin o zəhərdən ya qılınc vasitəsilə şəhadətə yetmək, onların arzusu da öz yerində. Amma ümmətin sağ qalması, müsəlmanların diri qalması və bu məktəbin yaşamasından canlarından keçdilər, fəda etdilər özlərini. İslam dini fədakarlıq dinidir. İslamda fədakarlıq olmasa, özündən və balalarından, pulundan, malından, vaxtından keçməsi olmasa əzizlərim, heç də nail ola bilməzsən. Qiyamət günündə əli boşsan. Amma biz neynə gedəcəyik qiyamətdə? Əmir əl-Müminin. Onun məhəbbəti rivayət olunur ki, əgər cəmiyyət, insanlar bəşər Əliyə məhəbbətləri olsaydı, Allah buyurur ki, mən cəhənnəmi yaratmazdım. Bu qədər böyük insan. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Həzrət əmim oğlu Əli möminlərin arası bir dənə zərbə vurardı düşmən, ikinci zərbə ehtiyac yox idi. O zərbələr hamısı Allaha görə, Peyğəmbərə görə, dini İslama görə idi, ümmətin xoş yaşamasına görə idi. Amma çox təəssüflər olsun ki, o çırağı da sındırdılar, öldürdülər, məzlumcasına şəhid elədilər. Və insanlar nankördür, bilirsiniz, öldürürlər, sonra ağlayırlar. Dirilikdə qədrlərini bilmək lazımdır. Və bugün Həzrəti bir dənə hadisə danışımızı tamamlayıram. Həzrəti Əmir əl-Müminin axirət zamanda, axirət zamanda yaşayan insanlar üçün, yəni bizlər üçün bu sözü söyləyir. Bir gün gəldilər, gördülər ki, Əmir əl-Mümin ağlayır. Çox məzun. Bilirsiniz, gücün olsun, qudrətin olsun, qəhrəmanlığın olsun, amma o qədər məzlum etsin cəmiyyət səni ki, sesli çıxarta bilməyəsən. Yəni ona görə ses çıxartmayıb, yox ha, İslama xatir sesli çıxartmayıb. İslama görə susub Əmir əl-Müminin. Əmir əl-Müminin bəzilər şəkil edirlər, xanım Fatimə Zəhra sallallahu aleyhanın məzlumcasına şəhid edildiyi bir halda, niyə görə Həzrət Əmir əl-Müminin susub, danışmayıb, onun da cavabları hamısı verilir və zaman keçirir, biz də sizi xidmətçidə varıq. Amma
Əmir əl-Müminin ağlayırdı. Gəldilər, dedilər, ya Əli, niyə ağlayırsan? Niyə qəmlisən? Dedi, mən axirət zamanda olmaq istəyərdim ki, axirət zamanda olan insanların ibadəti, itaəti və mənim nəslimdən olan Məhdinin zuhurunu salavat edirəm. Gözləyənlərdən istəyirdim onlar, intizarda müntəzir olmaq. İndi görün, İmam Zamanı gözləyən Əmir əl-Müminin yanında nə qədər əzizdir, onun balasına ehtiram eləyən. Bax, bayaq durdunuz İmam Zaman'a beyətinizi təzələdiniz. Bu məclisə onundur, Ərbəyin də onun üçündür, bütün imamlara getmək, ziyarət, hamısı onun üçündür ki, biz 11 imamı qabul edirik, ya Məhdi, sənin də hüccətliyi qabul edirik. Yəni, İmam-ı Zaman, biz sənin nökərin, biz sənin əskərin, biz sənin qulluğundayıq. Bu sözü hər zaman, hər gündə, vaxtımız, dualarda, ibadətlər mütləq və mütləq söyləyin. Söyləyin ki, əli boş gelməyək. Və ya dedim, əli boş gedir. İbadət, namaz, oruc və ya dediyim kimi, günahda demişəm, oruç tutursan, qeybət, nə bilim, göz naməhrəmə baxıl, qulaq qeybətə işidir, böhtan, o qədər var. Oruc belə getdi. Namaz qılırıq, 6 volt edirik, üst-üstəm ifadə görür və salam. O qədər şeylər yadımıza düşür ki, namazda. Amma bir dənə şeylə gedirik Həzrəti Haqqın huzuruna, o da ki, əli ilə gedirik. Allah söyləyirik ki, Allah Pərvərdigara bizim nə əməllərimiz, nə ibadətimiz, itaətimiz o dərəcədə deyil ki, biz sənin huzuruna getirək onu. Biz sənin yaratdığın və Peyğəmbəri ona görə yaratdığın əlini getirdik sənin huzuruna, onunla gəlirik. Onunla istəyirik sən bizim günahlarımıza bağışlayırsan, onunla istəyirik sən bizim əməllərimizi qalırsan, Pərvərdigara, bununla getmək lazım. Çünki əli məhəbbəti hər insanın qəlbində olur. Sizin qəlblərinizdə o məhəbbət var. Müxtəlif sahənin mütəxəssisləri var burada, müxtəlif sahədə işləyənlər var. Amma hamısını toplayan bir məhəbbət var. O da Əmir əl-Müminin məhəbbətidir ki, Allah Əmir əl-Müminin qəlblərdə yer tapıb sizlərin qəlblərində, ruhlarında, möminlər. Mən uşaqlara gələm, bu uşaqlar var, balaca, böyük, yəni 2 yaş, 3 yaş, 5 yaş, 10 yaş. Demişəm, getirin, gəlin. İndiki aşılar deyil. Qoy uşaqlar bu havada, qoy əlinin məhəbbəti ilə böyüsün. Qoy Əlinin eşki ilə böyüsün. Qoy xanım Fatimə-i Zəhranın məzlumiyyətinə ağlayaraq İmam-ı Zamanı çağırsınlar. Bu məhəbbətlə böyüdür uşaqlarımızı. Allahümmə salli bu eşk ilə böyüdür uşaqlarımızı. Fitnələr o qədər var. Açırsan internet fitnə, televizor fitnə, qazet fitnə, nə biləm, sosial şəbəkələr fitnə. Bu fitnələrin qabağını bir nəfər çox eləyəcək. O da Əli və ovladı Əlidir. İnşallah. Başqa yolumuz yoxdur. Allah şahiddir, təvəssül edin. Allahdan üstün. Əmir əl-Mümininə, Allah'ın və Əmir əl-Mümininə ki, balalarınızı düz böyütür. O qədər fitnələr var ki. O qədər insanlar incidirlər ki, dünya üzərində. O qədər zəlil edirlər ki, amma izzət verən Əli və ovladı Əliyə məhəbbətdir. Hər kəs bu məhəbbətdə olsa, Allah şahiddir ki, bu məhəbbətlə yaşayan, ölən izzət içindədir. İzzət içindədir. Əli bu bizə ixtiyar verib bunu deməkdən. Bizə bunu Əmir əl-Müminin deyir ki, mənlə olun. Eyni yoxdur, duz çörək gələm. Bəzi dostlarımız var, deyirlər ki, mənim uşaqlarım ən yaxşı yeməlidir. Xeyr, ən halallı yeməlidir sənin uşağın. Halal da həm yaxşı var. Amma yaxşı da ola bilər haram olsun. Bizim uşaqlarımız halal yeməlidir. O mübarizə ki var, o mübarizə ruhuda böyünür. Çünki mübarizə ruhuda böyünməz uşaqlarımızı. İmam Zaman gələndə o ruhda olmayacaqlar, tənha qoyacaqlar. Necə ki, İmam Əli ibn Əbi Talib'i tənha qoydular, Nəbiyyət İmam Həsəni tənha qoydular. Kərbəlada şəhid edilən məzlum Əlinin məzlum balaları soydurma məruz qoyan insanlar tənha qoydular. O zaman olmasın. Ona görə biz
bu İmam Zaman Aleyhisselatü Vesselam'ın huzuruna bu cür getməliyik. Günah içindeyik, qələt içindeyik, nöqsanlar içindeyik, eyiblər içindeyik. Amma bununla beraber bizim əliyimiz var. Məzlum əliyimiz var. Bizə görə ağlayan əli var. Bizə görə olan Şəhid xanım Fatimə Zəhra var. Bizə görə İmam Həsən var. Bizə görə İmam Hüseyin qanlı balalarını, 6 aylıq balasını şəhidlik məqamına ucaldan və qurban verən bir nəfər var. O da Hüseyin ibn Əli ilə o məktəbi yaşatmaq hər kişinin işi deyil. Onlar ancaq Əli və ovladı Əlini sevən insanlar da ola bilər. O da mən inanıram ki, burada İmam Zaman əskərləri var. Bu balalar söylədiyim kimi qoy bu ruhda böyüsünlər. Qoy təmiz, fitnədən, fəsaddan, nə bilim, pis əməllərdən uzaq olsunlar. O məzlum Əli, bilirsiniz, o məzlum Əlinin mənim də yaqıtım yoxdur, Allah şahid. Çıxmağım ona görə deyir ki, mən balaca adamam, çox balaca adamam. Siz fikirləşdiyinizdən də kiçik adamam. Amma Allahın lütfüdür. Mənə Allah lütf eləyib ki, siz möminlərin qarşısında mən bu söhbəti eləyirəm. Siz əzizlərin qabağında söhbət eləyirəm. Çünki siz hərəniz Əliyə əzizsiniz. Ayrı-ayrılıqda əzizsiniz. Çünki ona və Əli övladına məhəbbətiniz var, əzizlər. Bu məhəbbətdə də yaşayın. Bu məhəbbətə də övladlarınızı böyüdün. Ziyarətə bu məhəbbətlə gedin. Əməllərinizi bu məhəbbətlə göstərin. Ya Əli, mən bunu qacardım, elədim. O mənada yox ki, ya biz qürbətən ilə Allah görməliyik. Amma Əmir Əl-Muminin də elə ixtiyarlar. Bilirsiniz, ruzunu ayırt edən kimdir? Qoy bir sirlərdən bir sözü deyim də. Hərdən mənə deyirlər, demirsən. Amma qoy deyim, ruzunu insanlara paylayan Əmir Əl-Muminin bəziləri. İndi də başlayacaq şirk və falan belə. Qələt edirlər. Məkkədə qumarxana açırlar, danışmırlar. Məkkədə 70 kilometr uzaqda keçən il bir müğənnini çağırdılar, şirk dögür. O düz olar. Mənə onun çıxartdılar Kəbə qırağında, danışmırlar, bir kəlmə söz danışmırlar. Amma Əlini tərif edəndə dərhal şirk olur. Əliyə sinə vururlar, şirk olur. Əliyə surud oxuyurlar, şirk olur. Ya Əli deyirsən, şirk olur. Şirk zat döyək. Əli əladandır. Yəni Allahın adındandır. Əzizlərim. Ona görə Əlini sevin. Uşaqlarınızı o sevincə, o məhəbbətlə böyüdün. Məzlum Əlinin məzlumiyyətinə hər kəs ağlasa, cəhənnəm ona haram olar və behişt vacib olar, əzizlərim. Və Azərbaycan, bu diyar, bu məmləkət, İmam Zaman məmləkətidir. Və bu məmləkət, o məmləkətdir ki, hər zamanlar Əhl-i Aleyhisselatü Vesselamın məclisləri bu məhəbbətlə keçirilib və canımıza, qanımıza hopur. Əlhəmdülillah, Allah bu cəmiyyətə, sizlərə, əzizlərə Allah bərəkət versin. Allah dünya və axirət sizi Əli və Əvlad Əlidən ayrı salmasın. Allah Taala və Təbarəki and verək, Əmir Əl-Mumininin Kəbə evinin övladı, Kəbədə doğulan böyük şəxsiyyət, fəzilətlər sahibi, fəzilət yox ha, fəzilətlər sahibi. Bax, bu uşağın qaçması var ha, məsciddə. O bilirsiniz nə qədər hopur onun canına, zaman gələr şeytanlar həmlə edəndə həmin Əlinin adı çəkildiyi məclisdə olduğu uşaqlar ona yardımcı olar. Əli yardımcı, Əli deyər ki, şeytan, keç buradan. Bu, mənim məclisimdə gəlib. Mənim məclisimdə, başa düşməsə də, amma mənim məclisimdə olub. Ona görə də Allah bizlər dünya və axirət Əli və Əvlad Əlidən ayrı salmasın. Allah Taala və Təbarək Azərbaycan şəhidlərimizi, məxsusən də Hacı Bağırı Həmidağa oğlu var idi. Allah bütün şəhidləri və Həmidağanın timsalında bu günlərdə ruhlarını Əmir Əl-Muminə qonaq versin. Allah şəhid atalarına, analarına, həyat yoldaşlarına, bacı və qardaşlarına səbr əta eləsin inşallah. Allah siz cəmiyyətə, siz möminlərə, siz əzizlərə
Əlinin ziyarətini tezlikcə nəsib eləsin. Allah Taala bu xadimlərə, bu xidmətlərə, Əmir-əl-Möminin hərəmində xidmət edənlərdən qərar versin inşallah. Allah and verir öz izzəti cəlalına, öz böyüklüyünə, öz rəhminə bizləri öz rəhmətindən məyus eləməsin. Allah Taala and verir Xanım Fatimə Zəhranın özünə, balalarına. Allah Pərverdigar bizləri dünya və axirət Xanım Fatimə Zəhranın özündən, balalarından ayrı salma. Allah Pərverdigar amin deyən dilləri lal öldürmə. Pərverdigar bu cəmiyyət ki, Əlinin eşqi ilə gəlib, biz dəvət eləməmişik. Əlinin eşqi, Əmir-əl-Möminin özü dəvədir. Pərverdigara, qiyamət günündə də Allah behişdə də bizləri nəsib elə ki, Əlinin gül cəmalını oturub onu tamaşa edənlərdən qərar ver. İlahi Pərverdigara, bizi, özümüzü, bizdən sonra gələn nəsilləri, övladlarımızı Əli düşməni qərar vermə. Allah xidmət edirlər. Bizim məclisdə həm Rasim qardaşımın, Rasim Ruhani qardaşım, Məmməddə, həm də Kərbalaba olan Əbəlfəz Ağa Məscidinin axındı gəlib və orada heyətlər gəliblər, qardaşlar var olsunlar, qonaqlarını uzaqdan, yaxından cəm olurlar, Pərverdigara. Bütün bu insanlar, sadalarına və yadından çıxdığım insanlar ki, adalamamışam, Allah dünya və axirət bunlar hamısını Əli və Əvlad Əli ilə məhşur elə. Pərverdigara, sən and veririk, Əlinin əmisi oğlu Peyğəmbərə, bizləri Muhammed və Ali Muhammeddən dünya və axirət ayrı salma. Pərverdigara, bizləri İmam Zaman əleyhissalamın həqiqi əsgərlərindən qərar ver. Allah sənə and veririk. Həzrəti Xanım Zeynəb Salamullah Aleyhanın çəkdiyi müsibətlərə xatir bizləri İmam Zamanın rikabında şəhid olanlardan qərar ver. Pərverdigara, Azərbaycanımızı, Azərbaycan əskərini yerin göy bəlalərindən hifz elə. Pərverdigar, burada iştirak edən insanlar ki, xidmət göstərirlər, otururlar, İmam məclisindədirlər, Əlinin məclisindədirlər, bayramlığa gəlirlər. Pərverdigara, bunları hər zaman Əlinin qapısında nökərlərdən qərar ver. Allah Pərverdigara, sənə and verik məzlum Əliyə. Pərverdigar, bizi Peyğəmbər və Əhl-i Beyt qapısından başqa qapıya möhtac eləmə. Pərverdigara, İlahi, sənə and veririk, Xanım Zeynəbin çəkdiyi müsibətlərə xatir, Xanım Zeynəbə xatir, İmam Zaman ağanın zuhurun təcil elə. Ağanın təcil zuhuru bizdən razı, xoşnul olması haqqında Əmir-əl-Möminin Əli ibn Əbi Talib əleyhissalatu vəssalamın ruhun şad olmasından ötürü, bizlər üçün duacı olmaqdan ötürü 3 dəfə səsin Nəcəfdən gəlsin, Qərrar, Muhammədi 3 dəfə salavat. Tərif elədikcən oluram şad Əlidən. Xeyr işlər olub cümləsi icad Əlidən. Ey münkiri Mövlad, bu qədər etmə ləcacət, vallahi olub din-evi abad Əlidən. Məclisimizdə dəyərli ruhanilərimiz və Əhl-i Beyt məddahlarımız iştirak edirlər. Allah salamat eləsin, ömürlərinə bərəkət inayət eləsin inşallah. Bəli, əziz qardaşlarım, əziz məclis iştirakçıları, sizin gözəl salavat sədavızdan inşallah Kərbəlayı Vüsal qardaşımızı inşallah dəvət edirik. Allah səsinə bərəkət versin, sözünə bərəkət versin. Muhammed Ali Muhammedə salavat edirik. Allah, Bismillah, Assalamu alaikum, akşamınız xeyir olsun. Mən də bu mövlud münasibətilə hər birisi təbrik edirəm. Allah sizləri, bizləri hər iki dünyada Mövlamız Əmir-əl-Möminin əleyhissalamdan ayrı salmasın. İstəsən həqiqətən nəzəfəzə var olasan, ağamın o gül balasına, 2 gül balasına, Kərbəlada olan 2 gül balasına göndər sələvat.
xüsusən dəyərli alimimiz Mehdidən çox təşəkkür edirəm qardaşımın dəvətinə görə. Allah onu yerin göyün bəlasından hifz eləsin inşallah. Özündə Azbal oğlan qardaşımın dəyərli Əhl-i Beyt məddəhi ustadımız olan Rasim Xudayev və Allah sizləri var eləsin. Allah sizi daima Əhl-i Beyt qapısında sabit qədəm eləsin inşallah. Bir salavat zikr edəm. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Titrir kalbim Khudaya, titrir kalbim Khudayam, imtihandan korkuram. Nafs mağrurun yanına nişandan korkuram. Kalmışam heyran bu sarçandan, bu heyrat haneden. Hem mekana vahimem var, hem zamandan korkuram. Renciden rence o kadri düştüler bir renciler. Renciden rence o kadri düştüler bir renciler. Bir neçe müddet olan renci camandan korkuram. Gül bezerdenler, gül bezerdenler, ezik gülden düzeldirler gülab. Harilerden çok odur ki bağıbandan korkuram. Her ne eklik bitmedi ezbet yalan yağdı yerem. Neyleyim, neyleyim, yerden buluttan asmandan korkuram. Ay kim dedi hizmet buzarem, çıktı taxta düşmedi. Kim dedi hizmet buzarem, çıktı taxta düşmedi. İndi Cebrail'de olsa hükmürandan korkuram. Kan alanlar özleri kan tökdüler zalim kimin. Gül dalında gizlenen her zedi candan korkuram. Hakkı için məzlum kimi, hakkı için məzlum kimi zalim de ya Mehdi deyip. Zalime hatir gelen sahip zamandan korkuram. Çoxları deyirlər bu yalan dünyadır seyyidam. Çoxları deyirlər bu yalan dünyadır seyyidam. Mən yalan dünyadan artıq bu yalandan korkuram. Diqqətlə qulaq as ey xəttaidə bəşər, Xaliq-i Sübhandan utan. El götür eylediğin hile-i pünhandan utan. Halki aldatma, ölüm var, öleceksen bir gün. Ay bende, ay bende.
dönecekse bir gün gazi bir məhkəmə bir məhşər divandan utan. Ay bəndə yeriyəndə yerin üstündə təkəbbür eləməm. Get oxu ayəsi var, ayeyi Qur'andan utan. Sən bilən hiləni şeytan hələ kəşf eyləmir. Sen bilen hileni şeytan hele keşfeylemin. Kabağa ketme öz ustadı bir şeytandan utan. Bəşidib zövq-ü safa aleme mevlud-i Ali. Bəşidib zövq-ü safa göz açıp dəhrə bugün mülki vilayət gözəlir. Xaliqə bəndədir, Xaliqə bəndədir, Peyğəmbər İslam əbədi. Ona Allah elə bir rütbə-i əlanı verir. Ona Peyğəmbər əmanət qızı Zəhranı verir. Ya Ali, mağutun əhli səma, əhli gözəl surətçüməm. Olsun izzətlilərin canı fəda izzətüməm. Qeyrətin qeyrəti çatmaz Əlinin qeyrətinə. Çün Əlidir kişilik məktəbinin ustadın. Mərifət əhlinə qidadır adı. Vardı bir belə bir məxsusi iz Kəbədə qalmış əbədi. Ay vardı belə bir məxsusi iz Kəbədə qalmış əbədi. Beytül Hak kabul etti Fatıma binti Əsədi. İzniyle körpesin bətnidən azad elədi. Qulaq as buna. İzniyle körpesin bətnidən azad elədi. Olmayıb tarixdə belə bir hadisə hələ. Hansısa İbni Bəşər Kəbədə dünyaya gələr. Bir salavat zikr elə. Vardı bir məxsusi Kəbədə qalmış əbədi. Beytuna qəbul etdi Fatıma binti Əsədi. İzniyle körpəsin bətnidən azad elədi. Olmayıb tarixdə belə bir hadisə hələ. Hansısa İbni Bəşər Kəbədə dünyaya gələ. Əli çək şahan ey qafil ədalətnəndir. Əli çək şahan ey qafil ədalətnəndir. Əlinin adını ey şiyə mühəbbətnəndir. Sorsalar kimdir Əli susma ürəknəndir. Dostudur Allah'la sevgili Peygamberle. Nokər onların nokərinin nokərine. Vermərəm eşqimi badam, uymaram şöhrətə adam. Vermərəm eşqimi badam, uymaram şöhrətə adam. İki dünya olsa da biz Əlidən ayrılmarıq. Həm Əlini, həm Hüseyni sevmişəm ağlın kəsəni. Kapıdan qovsalar da bizi, biz Əlidən ayrılmarıq. Ahirət günü xəlq
biz Ali'den ayrılmarız. Ya Ali, ya Ali, ya Ali can. Ya Ali, ya Ali, ya Ali can. Diren. Nerede sesin var? Məcəfə yetiş. Bir dənə. Ya Ali, ya Ali, ya Ali can. Ya Ali, ya Ali, ya Ali can. Denə, denə. Ya Ali. Sənə qurban bir də ortadan denən. Ya Ali. Ya Ali can, kimler Ali'ye ziddi savab defteri olmaz. Vallah Ali bir nurdu yolun benzeri olmaz. Kimler Ali'ye ziddi savab defteri olmaz. Vallah Ali bir nurdu yolun benzeri olmaz. Dünya deyilen evde ona müşteri olmaz. Bizden elinin nökerinin nökeri olmaz. Kimler elini zikrediyen nökeriyem ben. Andolsun elinin canına heyderiyem ben. Ya Ali. Dene, ya Ali. Ya Ali can, ey Şah-ı Vilayet yolu bazen veremem ben. Allah ne biridir mene ehsan veremem ben. Ey Şah-ı Vilayet yolu bazen veremem ben. Allah ne biridir mene ehsan veremem ben. Öz oğlumu evladı ve kurban veremem ben. Kurban sana lazımdı sen ünvan vererem ben. Türk evladı şehri Bakıdan Azeriyem ben. Andolsun elinin canına heyderiyem ben. Ya Ali. Dene sesime kurban. Ya Ali. Ya Ali can, heyder neze heyder ol peygambere yârem. Sabeyden ibidir ona dervazı-i Kheyber. Heyder neze heyder tek odur sabi konser. Kimse diye bilmez elinin benzeriyem ben. Kimse diye bilmez elinin benzeriyem ben. Andolsun elinin canına heyderiyem ben. Ya Ali. Sesime kurban. Ya Ali. Ya Ali Mevlacan, adıma kurban, özüve kurban, sözüve kurban. Bir tane söz diyerem zahmetim tamam olar. Bugün bu bayram tortu kesilsin. Bugün bu bayram tortu kesilsin. Bir bir eli düşmenlerinin sortu kesilsin. Teşekkür edirik əziz Kərbəlayı Vüsal qardaşımızdan. Allah səsinə bərəkət versin inşallah. Və sizin gözəl salavatınızla inşallah Kərbəlayı Cavidan qardaşımızı dəvət edirik inşallah. Ondan da bəhrəmənd olaq, onun da səsinə inşallah soltuna qulaq asaq. Muhammed Ali Muhammedə salavat xətmirlər.
Selamun Aleyküm ve Rahmetullah. Ben de öz növbəmdə bütün Maşdağa cəmaatının, Maşdağa möminlərini salamlayıram. Ustadımız, ruhanimiz Hacı Mir Mehdi ağanı salamlayıram. Çox sağ olsun ki, bizi dəvət edib məclisinə. Və Ustad Əhlibeyt Məddahi Rasim Xudayını salamlayıram. Allah razı olsun. Müsal qardaşım, Allah səslə bərəkət versin. Mən də ona hazırlaşmışdım. Maşallah sən qiyamət elədin. Mən də şairlər, məclisdə şairlər var, üzr istəyirəm onlardan. Tamerlər Rəsul qardaşımızdan bir-iki mən şeir oxuyaram Həzrət Əlidən. İnşallah ki, sonra tortunu kəsərik. Üstaddan da inşallah. Eşq aləminə dəhridə sərdar Əlidir. Eşqin özünə üçün eləmək yar Əlidir. Vahid mütəkəbbir əzim Allah, kərəm Allah. Bənzərsiz əsərlər yaradan möhtərəm Allah. İnsanlığı xəlq eyləyənən möhtəşəm Allah. Həm çəşmiş əliyə, öz əli ilə qələm Allah. Həm Allahın əla adı aşkar Əlidir. Zülmət gecədən sübhə doğan nuru səhərdir. Tərifi sayılmaz desəm o inci göhərdir. Dünya əlinin bir telinin nisbi qədərdir. Tərifi əlinin bəşəru keyfə bəşərdir. Bənzərsiz olan Heydər-i Kərrar Əlidir. Peyğəmbər ilə beyyətə iç daxil olandır. İslam'a yəni ümmətə iç daxil olandır. Şeytani xan vəhdətə iç daxil olandır. Vallah Əli cənnətə iç daxil olandır. Çün ümmətə məhşərdə ələmdar Əlidir. Zikr eylər onu, dillərə o, aşiqlərə yardır. Hər vaxtı açan gül deyil, hər vaxtda bahardır. Hikmət dolu mənalı Əli, elmi açardır. Eşqi ilə yarıb bağrını nəfsin nəyi vardı? Allahı yolunda edən ishar Əlidir. Var Sure-i Nisa'da Əlidən belə təfsir. Siz Allahın əmrində olanlarla olun bir. Səfvat bəqərə, Maidə həm ayə-i tədhir. Gözlər bərələr etsə xuda Qur'anı zahir. Başdan başa hər nüqtə-i əsrar Əlidir. Allah kimi gör seçdi bizə şah-ı vilayət. Allah kimi gör seçdi bizə şah-ı vilayət. Hər saniyə ömründə fəzilətdir fəzilət. Keçmiş gələcək kullə ibadət və itaət. Etməz əlinin küfrə bir indirdiyi zərbə. İslam zuhurunda səbəbkar Əlidir. İslam zuhurunda səbəbkar Əlidir. Alullahın aləmdə qulam edəriyəm mən. Alullahın aləmdə qulam edəriyəm mən. Ətşan əməli sağərinə müştəriyəm mən. Saqi qədəh-i dəmbəriyəm mən. Nokər demərəm, xak-ı şəhi qəmbəriyəm mən. And olsun Əlinin canına, Heydəriyəm mən. Heydəriyəmi bahəm gəlir inşallah. Maşallah. Ey şah-ı vilayət yoluma can verərəm mən. Ey şah-ı vilayət yoluna can verərəm mən. Allah nə veribdir mənə ehsan verərəm mən. Öz oğlumu evladı və qurban verərəm mən.
Qurban sənə lazımdırsa ünvan verərəm mən. Türk övladı Şəhrül Bakıdan Azəriyəm mən. And olsun əlinin canına Heydəriyəm mən. Maşallah olsun. Heydər necə Heydər, Heydər necə Heydər, ona Kəbə qucaq açdı. Xətmi Rəsulallahın evindən ayaq açdı. İslam'a gözün cümlə sahabdan qabaq açdı. 11 nəfər öczətdə o kökdən budaq açdı. Hər yerdə fəxirlə deyərəm Cəfəriyəm mən. And olsun əlinin canına Heydəriyəm mən. And olsun əlinin canına Heydəriyəm mən. Əli Əli Mevla, Əli Əli Mevla, Əli Əli Mevla, Əli Ali Ali Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali Baha, Ali Ali Mevla, 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 Ali cismi de canım, Ali tabut evanım, gözdəki nurum, həm də qururum, Əlidir Əli, Mevla, 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 Əli, Əli, Mevla, Əli, Əli, Mevla, Əli, 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 Mevla, Əli, Əli, Mevla, Əli, uza dinə, Əli, Əli, Mevla, Əli, Əli, Mevla, Recep yetişti, mübarek olsun viladetün ya Ali. Recep yetişti, mübarek olsun viladetün ya Ali. Yürekleri feth edip bu eşki mehabbetün ya Ali. Ali Ali Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali. İslam'a rehber Şafi-i Mehşer Sâge-i Kevser Dür Ali Mevla 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 Ali Ali Mevla Ali 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 Mevla Ali Ali Mevla Ali 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 Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali. Peygamber Ali, Peygamber'e sahabat seçiler. Allah razı olsun. Teşekkür ederiz kardeşimizden, Kərbəlayı Cavdandan. Allah səsinə bərəkət versin inşallah. Allah sizləri dünya ve ahiret, Ali ve Ali Ali'den ayrı salmasın inşallah. Ben de bir neçə kəlmə inşallah oxuyacağım. Yəqin ki, çay da içmişik, nə bilim, şirniyyat da yemişik, maddiyatla işimiz qutarır. Hardasansa, harda oturmuşsansa, məndən oxumaqdır, səndən də oradan səs verməkdir.
İndi sən o səs verməyindən həqiqətən bilinəcək ki, görək nə qədər aşıqsan. Sənin işqün nə qədərdir. Allah nəsib eləsin. İnşallah diyanasan Mərbəd-i İmam Əli əleyhissalamın ruberusunda, üzbəyüzündə. Hələ bu cürünə ya mövludunda, ya şəhadətində inşallah bu cürünə ya əzadarlıq eləyəsən, ya mübarəkbadlıq eləyəsən inşallah. Allah hər ikisini nəsib eləsin. Bu ziyarət ki deyirlər inşallah, bu ziyarət qismət deyildir. Deyirik ki, Allah qismət eləsin, dəvətdir. Bu adamı çağırırlar. Heç öz başdan deyil. Bağışda Seyid, üzr istəyirəm. Seyid mənim böyüyümdür, ağsaqqalımdır, ağamdır. Amma yol yoldaşı da olmuşuq Seyidlə. Çox mübarək bir səfər oldu. Amma həqiqətən də adamı çağırırlar. Ona görə də indi onun bəratını almaqdan ötürü gələk bu gün burada can qoyasan. Nə inəcəksən? Mən oxuyacağım, sən mən səs verəcəksən. Peyğəmbər adı Peyğəmbərə səlavat. Bu salavat yaxşı salavat olmadı. Bu geçsin mənim ölənlərimə. İndi Peyğəmbər adı Peyğəmbərə bir salavat zikr edər. خدای مرتضی varım bu kalbiden vilay murtaza felek diyer Ali melek diyer Ali dilim yorulsa da şahdan üstedir Cedai Murtaza felek diyer Ali melek diyer Ali uca felek diyer Ali sana vurma melek diyer Ali yürek yorulsa da dilim yorulsa da yürek diyer Ali dilim yorulsa da yürek diyer Ali sataşma müddei vilayet ehline sataşma müddei vilayet
biz karışmarıq şəqavət əhlinə. Budur peyamimiz şəmatət əhlinə. Biz hazırıq olaq fədai Murtəza. Biz hazırıq olaq fədai Murtəza. Fələk deyər Əli, boşuna dönərəm. Fələk deyər Əli, dil yorulsa da ürək deyər Əli. Ali, Alini Allah'ım ağa verib mənə. Alini Allah'ım ağa verib mənə. Qoy bir də oxuyum, amma sənin dilindən oxuyacağım. Alini Allah'ım ağa verib mənə. Nə dərdim olsa da dəva verib mənə. Xoşam bu neməti Xuda verib mənə. Səfa verər dili səfay Murtəza. Yorulmuşam. Fələk deyər rəhbə. Fələk dilim yorulsa da Ali, dilim yorulsa da mən kiməm Əlini tərif eləyəm. Qoy Xuday Əzzə və Cəl özü desin görək nə yaradıb, necə yaradıb. Xəllaq-ı aləməm iki dünya yaratmışam. Həft asimanı arz-ı sürəyya yaratmışam. Yusif gözəldir, xoş səsi Davuda vermişəm. Yaqub Nuh ilə Zəkəriyya yaratmışam. Allah deyir bunları yaratmışam. Dəryada bətni Mahidə Yunus tapar nicat. Başı bədəndən ayrılan Yahya yaratmışam. Maşallah. Əzraili yarattım Allah. Əzraili yarattım Allah. İnsanın canın ihya edə ölənləri İsa yaratmışam. İncili hədiyyə vermişəm İsa ibn Məryəmə. İncili hədiyyə vermişəm İsa ibn Məryəmə. Tovrata sahib olmağa Musa yaratmışam. Mətni suhufi ki Həzrəti İbrahiminkidir. Mətni Zəburi
مملوی معنا yaratmışam. Kamilterin kitabıdır Allah deyir. Kamilterin kitabıdır Kur'an benimkidir. Sahip ola bu müshafə Taha yaratmışam. Fauci melek Celalide çatmaz Muhammed'e. Ben Hatem-i Peygamberi Vala yaratmışam. Fauci melek Celalide çatmaz Muhammed'e. Ben Hatem-i Peygamberi Vala yaratmışam. Hayyu qadirəm Her neye var Kudretim benim Dünyaya mən Ali kimi Mevla yaratmışam. Uca bir dənə eşqinə buradan denən səsin nəzərə çatsın. Denən Ləbbeyke ya Ali. 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 Dünyaya mən Ali kimi Mevla yaratmışam. Gərək bunu bugün burada elə oxuyam. Bəratın alam inşallah. Ağam qismət eləyə. Dəvət eləyə, şəhri Nəcəfdə gedəm elə sizin qabağınızda oxuyam. Mevla-i ma xalaqdi Əli babqaridi Şövkətdə mürtəzani müəlla yaratmışam. Ziba vücudi xilqətimə iftixaridir. Allah deyir ziba vücudi xilqətimə iftixaridir. Hər eybidən əlini mübərra yaratmışam. Müştaq olub mənim öz adımdan Əli adı. Niyə? Mən aliyəm, Əlini də əla yaratmışam. Müştaq olub mənim öz adımdan Əli adı. Mən aliyəm, mən aliyəm, Əlini də əla yaratmışam. Hər kim Əli cəmalinə baxsam məni görər. Öz cilvəmi Əlidə Hüveyda yaratmışam. Həqqə vəlidi şahı bila ruha qiblədi. Şəmi Əlini, şəmi Əlini Kəbədən ola yaratmışam. Niyə şəni Əli Kəbədən oladı? Çünki Əli dünyaya gəlmək istəyəndə Kəbə yarıldı. Peygamber, niye kızımı vermedin filan kese? Peygamber, niye filan kes geldi Fatıma-i Zehra selamullahi aleyha için? Elçiliğe niye vermedin? Allah Resulü buyurdu ki peygamberin evinde doğulan gerek Allah'ın evinde doğulana kısmet ola. Salavat hediyeler. Ben Kabe'ni yarattım. Ben Kabe'ni yarattım, ona zadegah ola. Beytül Harami Heydərəm məva yaratmışam. Soğlətdə bir nəzirüdü, dövlətdə bir bədil. Mən hər cəhətdən Heydər tənha yaratmışam. Bir də yaratmarayam mən Əli kimi şəhriyar. Şiri xudanı şahı təvana yaratmışam. Nami Əli Zəburidə İrbadi hakeza Tevrat'da Əli adın İlya yaratmışam. Rizvani'də Əminidir, Kur'an'da Əli
İncil'den Ami Heyderi buraya yaratmışam. Hatmi Nebiydi Muhammed od sabi kevser. Yar Habibu Leyletül Esra yaratmışam. Peygamberde getdim vücuda alemi peygambere göre. Allah deyim ben dünyalı peygambere fatih yarat. Getdim vücuda alemi peygambere göre. İllət budur ki Tavrəm-i Xəzra yaratmışam. Peygambəri də xəlq elədim Heydərə görə. Şəxsiyyəti əlini Teala yaratmışam. İndi göndədir ha. Eşqim var, nə hacətim var, nə mətləbim var. Al nəzərə bax elə indi dilən. Adamın dərdi olanda kimin üstünə gedər? Anasının üstünə gedər. Başını qoyar anasının dizinin üstünə. Onların çanaları yoxdular, gedərlər ana qəbrinin üstünə. Elə gör nə ad gəlib burada hacətini istə Allahdan. Nə Mustafa'nı xəlq edərdim, nə də Heydəri. Dünyanı mən be xatiri Zəhra yaratmışam. Uca denən Ləbbeyke ya Ali, Ləbbeyke ya Ali, Ləbbeyke ya Ali. Möminlərə sənsən ağa Mevla Ali, Mevla Ali. Möminlərə sənsən ağa göz alqadıca can fəda, gözəl aduva can fəda. Mevla Ali. Elə bir zəif deysənə Mevla Ali. Sənsən bütün dərdə dəvam. Sənsən bütün dərdə dəvam. Mevla Ali şahənşəhi müşkil quşa. Ali Mevla Ali, Mevla Ali, Mevla Ali, Mevla Ali, Mevla Ali. Adın olubdi əzbərim, darunə darim sən Ali. Hər iki dünya rəhbərim, sənsən mənim yarim Ali. Sənə qurban olsun canım, dövlətim həmvarım Ali. Ey hüccət-i şiri xuda, sən iftixarım sən Ali. Ey sözləri ziba Ali, Mevla Ali, Mevla Ali, Mevla Ali, Mevla Ali. Mevla Ali, Mevla Ali, Mevla Ali, Mevla Ali. Zəifdir. Qurban səndəki kərəmə, lütf eylə qızıl qələmə. Qoyma bata dərd o qəmə, qərqəl ola qüssə qəmə. Mail olmaz zalim cəmə, aşiqdir sahib kərəmə. Səbr edirdim şökəmə, göz tikim şahi üməmə. Mətləbini eylə rəva, Mevla Ali, Mevla Ali. La Ali, Mevla Ali. Saxlama Mevla Ali, Mevla Ali, Mevla Ali, Mevla Ali. Ayine-i ürfandı Ebu Talib'in oğlu. Eşk elə. Ayine-i ürfandı Ebu Talib'in oğlu. Gəncine-i imandı. Kim? Onu elə deməyə, elə bəkdən denən qoy əli düşməninin beli sınsın. Ayine-i ürfandı
Gəncine imandı Əbu, tacı sər şahandı, aləmlərə sultandı, azadə-i dövrandı. Tənha qəməri ki yeri var, burcu ədəbdə, yox şəninə həmta, nə əcəmdə, nə ərəbdə. Başlar tacı ki, Haşimidir əsli nəsəbdə, ay tək görünür 13 mah-ı Rəcəbdə. Aydan da dirəxşandı, aydan da dirəxşandı. Ali demə, denən Əbu Talibin oğlu. Aydan da dirəxşandı. Axsan, hər kəs adını etsə 110 mərtəbə təkrar. Gələk mən bu səsi bugün qoyum burada. Bu səsi bugün burada qoymadım, deməli heç də eləməmişəm. Nə salavat hədiyyə elə. Hər kəs adını etsə 110 mərtəbə təkrar, lütf ilə açar müşkülünü Xaliq-i Qəffar. Bugün get evə, məclisdən sonra, ya elə burada 110 dəfə denən ya Əli, niyyət elə, müşkülünü dilə gətir. Hər kəs adını etsə 110 mərtəbə təkrar, lütf ilə açar müşkülünü Xaliq-i Qəffar. Doktor qapısını döymə, sən ey qəmzədə bimar, Mevlanı çağır, sihhətün al. Mevlanı çağır, sihhətün al, gər ədəbün var. Naxoşlara dərmandır Əbu Talibin oğlu, naxoşlara dərmandır Əbu Talibin oğlu. Yaz ey qələmi ta ölə biganə həsəddən. O yüreği partlasın. Əli düşməninin o yüreği partlasın. Yaz ey qələmim ta ölə biganə həsəddən. Bain ki mübərradi hərəm zadu vələddən. Rüxsət verilib bir nəfərə Hayy o Səməddən. Orada doğulub Fatimeyi binti Əsəddən. Mümtaz bir insandı Əbu Talibin oğlu. Gər haq sözə müştaq isən, insaf elə eldir. Tutma bu qədər qafilədən fasilə eydir. Kim verdin namaz üstə? Ay, göy hara gəldi çıxdı. Kim verdi namaz üstə? Üzük sailə eydir. Kim kəşdi İslami çəkib sahilə eydir. Müstəzhəf-i Qur'andir. Aləmlərə dərmandir. Ya Əmirəl Möminin, ey şəhənşah-ı vilayət. Ya Əmirəl Möminin, ey şəhənşah-ı vilayət. Ya Əmirəl Möminin, ey
Həqiqət dastanı